Bəh, bəh. Nanəli çayında bir başqa ləzzət var. Mənim dəyərli izləyicilərim. Yenə də gözəl, yenə də əla, yenə də öz sözünü demiş bir bağ evi təqdim edirəm sizə. Bu gördüyünüz bağ evi səfalı bir bağ evidir. Burada oturub belə qabağımıza nanəli çay, oradan yeyib içəcəyik videodan sonra. Bir dəyərli, hörmətli izləyicimin qonağıyam. Onun villasını reklam verməyə gəlmişim. Özüm də biraz gecikmişəm. Biraz dediyimdə 1-2 saat yarımda. Yəni sağ olsun ki, məni gözləyib. Dəyərli izləyicilər, bu bağ evini sizə almağa məsləhət görürəm. 10 dənə səbəb var, amma yormayım da yəni sizi. Bu evin yiyəsi, sahibi bu evi öz papası maması üçün tikib. Onlar gəlib burada dincəlsinlər. Görsən nə oğullar var. Allah qalan valideynlərə can sağlığı, ölənlərə rəhmət olsun. Yəni yaxşı oğul başqa şeydir, yaxşı qız başqa şeydir. Bura indi hal-hazırda satır, çünki yaşlaşıb gəlmirlər. Ona görə də kim alsa həqiqətən ürəkdən və səmimiyyətimlə deyirəm ki, çox düzgün iş görmüş olacaq. Burada satış məqsədli, xarakterli, yəni gedib pul qazanmaq, 20% qoyaq, heç kimdə xəttə dəymək istəmirəm. Yəni bu ev o deyil də. Hər şey ağlaydı, bəzədilib, çöl qapısı birbaşa iqamətgah tərəfi. Bura yeri gəlmişkən, çayımı da soyur, sizlə danışacağım. Bura Buzovna qəsəbəsidir, dəyərli izləyicilər. Zaqulba daha doğrusu. Buzovna yolu Zaqulba əla bir yerdədir. Məşhur o Buzovna Zaqulba yolunun kənarında. Hardasa 750-800 metrdir. Biz maşınla gəldik, çatdıq bu evin, bağ evinin qabağına. İndi sizə şəraitini bir-bir dəqiqləməsinə göstərdim. Pulk idarə olunan qaraj üstü 3 maşınlıq səliqəli saxlamaq üçün qaraj yeri, kamera sistemi, yaşıllıqları zaten görürsünüz. Gözəl yaşıllıqlar. Bura girən kimi həyətdə o hamamın, tuvaletin, əl yumaq yerinin olmazın olmazı deyək də. Hamısı burada var. Buradan başlayaq təqdimata. Fürsətdən istifadə edib mən bir boğazımda yaşayayım bu nanəli, yarpızlı çayla. Yavaş-yavaş siz bisetkə doğru gedin. Bilirəm, indi sizə çay içirsiniz. Sizə də duş olsun, mənə də duş olsun. Bax, bura artıq bunun bisetka, yay bisetkası, manqal, umvarnik, hovuz, oturmaq yeri. Gördüyünüz bütün yer hamısı isti poldur. Qış ayı üçün nəzərdə tutulub. Bura yay kuxnası, qış kuxnası. Kim necə istəyir? Baba, mən bundan axtarıram, tapa bilməm dəyərliyiz. Əgər kimdəsə varsa bu yerin bilsə məhəddisində, mən də bisetkasından qoydurmaq istəyirəm. Bura mətbəx mebelini yoxlayım sizin üçün. 80% mərmər, 20% qarışıq. Bax, bura membrandır, freskidir, panellər. Yaxşı burada vururlar kafelləri, paltaryon maşın və burada lazım olan elektronika. Bu da ki, görək nədir? Aça bilməm. Samavarına kimi var, şkaflardan da bu oldu dəyərli izləyicilər. Hələ evin içini çəkmirik də, həyətdən başladığımıza görə. İndi evin içini tərəf gedəcəyik. Amma bir dənə sizə o yayın 45 dərəcəsində şəhərdən baxa gəlirsən, bir əzdə katan köyünün, tərliyən fason olur, sinenkə yapışırsan maşında. Adama nə lazımdır? Hovuz. İndi sizə gözəl bir evin arxasında heç kəsə mane olmayan bir hovuzu təqdim edəcəm. Bu uğurlu seçimdir. Çünki plavki ilə, şortiklə yayda özün üçün də, yəni polmu gəzə bilərsən həyətdə. Səni heç kəs görmür. Adətən villalar görsənir də bilər. Bu görünmür. Çimdin, getdin, gəldin, bir yana çimdin. Burada yenə otaqlar var, dəyərli izləyicilər. Axıran otağı belə fırlanırsan, evin arxası da ağlaydı. İndi evin içinə keçək. Girən kimi belə bir dəhliz, isti döşəmə, müasir lepkalar aboylarda ramka kimi çəkilir.
İri həcmli qri kondisioneri var. Girən kimi sağda zal otağıdır. Wi-Fi sistemi onadan çəkilib, divan qoyulub, pərdəsinə kimi hazır bir zal otağıdır. İndi mətbəxi sizə göstərdim. Mətbəx otağıdır, damafonu var. Burada mebellər yığılıb. Bu mebelin də keyfiyyətindən bir də mən sizə deyim. 50% mərmər, 50% qarışıqdır. Maşın boyasıdır. Dəyərli izləyicilərim, bu evin sahibi özü üçün tikdiyinə görə, yəni bu dəftərə yazıbdır evin qiymətini. 330 min manat pul xərcləyib bunun kitabçasında. 340 min manata da biz satışa qoymuşuq bu evi. Biraz endirimlə ola. Yəni bildiyiniz tikdiyi qiymətə satır. Siz də torpaq alıb 6 sot tiksəz, o eyni pul gəlib çıxacaq. Torpağın burada bir sotu 12 min, 13 min, 15 min, baxır hər evə qiymətə deyil. Minimum ondan hesablayırsınız torpağın qiymətini. Yəni dürüst şəkildə sizə şey deyirəm ki, biləsiniz. Burada hamam otağıdır. Gold rəngində monitazdan və duş kabinindən istifadə edirlər. 3 yataq otağı daha var burada. Bu birinci yataq otağıdır. Yəni kravatın dizaynlarını görürsünüz ki, bu papa mama yataq otağıdır. Yəni o hiss olunur çarpayıdan. Avoy görək, normal, yaxşı. İsti döşəmə didində yəqin ki, bura uşaq yataq otağıdır. Burada da mebellər hamısı yığılıb. Bir də masasına da baxın. Şey deyil, dəhşət güclü matras deyil. Amma normaldır. Bunları bir sizdə 400 manatdan 2500-ə kimi gedən qiymətləri var. Bu da bir yataq otağıdır. Ümumilikdə 3 yataq otağı oldu. Buna da matrasına baxın. Bu da elə həmən yan matrasları var, dəyərli oturur. O yığır adamı. 3 sutka yatırsan da pristavsın. O qədər bahalı matraslar var. Allah'a rəqsmət eləsin. Ev budur. Gedək pisitkaya. Sizə görə çayımı soğutdum. Hələ özümə bir dənə çay borclusuq, dəyərli izləyicilərim. Hansınız evin reklama gəlsəm, bir dənə mənə nanəli çay verərsiniz. Qaldı ki, bu evə, gördünüz də, hər şey bombadır. Allah hamıya qismət eləsin. Şəxsi bir evdir. 340 min manata. Yəni, biraz da oran, yəni 330 mayası da dəftəri var ev sahibinə, qoyacaq qabağınıza. Tikilibdir bu, bir dəqiqə. Qardaşım, nə vaxt tikilib bu ev sizdə? 2 il bundan qabaq tikilib. Dürüst və doğru şəkildə hər şey sizə dedim. Buzovna Zagulba yolunda. Kupça, tam dövlət kupçası da var. Zənglərinizi gözləyirəm. Yəni ki, bu bir şey satılacaq. Sağ olun, var olun.